Bir müddət Günel Ticarət Mərkəzində işləyən, hal-hazırda oradakı işi sonlandıran TikToker Sevər canlı yayımda istəyirsiniz ki, sizlərin haqqında danışım. Hamı məni yalandan sevirəm deyir. Məni divar da sevir. Yalandan ikiyüzlülük etməyin. Mən hər şeyi yaxşı bilirəm. Elə etməyin ki, danışım. Amma hal-hazırda danışmayacağım. Mənə yalandan sevirəm deyib ikiyüzlülük eləyirsiniz. Amma sizlərin ikiyüzlü olduğunu hər kəs görür. Məni divar belə sevir. Məni yalandan sevməyə heç kəsin ehtiyacı yoxdur deyib öz iradını bildirdi. Buyurun videoyu sizə təqdim edirəm. Düz dedin. Heç kim mənə 2 gün yanımda olacaqsa, 2 gündən sonra heç kim mənə baxmayacaq. Başa düşdünüz? Ona görə danışmayacağam. Lazım deyil. Mən bəziləri kimi deyiləm. Başa düşdünüz? Və danışım, töküm hər şeyi bura. Lazım deyil. Başa düşdünüz? Amma sadəcə hər kəsin, yəni sadəcə qıraqdan baxıb sadəcə baxıram, görürəm ki, o video seversən, neyləmsən? Yəni sən özünə gəlmisən. Həqiqətən yəni bəzi şeylərin fərqinə varmışam. Mən xəbəriniz yoxdur sadəcə. Mən danışmayacağım, ölsəm də danışmayacağım. O kim danışır, danışsın, kim mənə tərifləyir, kim yaxşı danışır, nə bilim nə. Gəl danışırlar ki, nə bilim, oyandı. Məni istəyən insan, mənim yanımda olar. Şüşdür, məni öz yanımda saxlar. Mənə yalandan durub burada, sən yanımda, sən çox istəyirik, belə, oyan, buyan deməsin. Başa düşdür, demə. İnsanı mənə divar da dəyər verir. Yaxşı, nə olsun? Hani o görmürəm o sevgini mən. Hamı mənə deyir, ay səni çox istəyirəm, ay mənim canım, cicim, ürəyim deyən insanlar yalandan, yəni bəzən də kameraya oynamayın yəni, tamam mı? Kameraya oynamağa ehtiyac yoxdur, qorxmayın. Başa düşdünüz, qorxmayın yəni, bəziləriniz deyirəm. Çox qorxursunuz, çox belə, nə bilim, çox ikiyüzlüsünüz, yəni özünüz də yaxşı bilirsiniz bunu zaten. Just mənim deməyimə ehtiyac yoxdur. Özünüz də yaxşı bilirsiniz ki, elə bilirsiniz ki, bəzilərini aldadırsınız, amma insanlar sizdən yaxşı bilir. Kim nədir, nə deyil. Sadəcə və sadəcə bəzilər insanlar oynayır da, yəni. Gerçək yüzlərini görmürsünüz bəzi insanlar. Əsl yüzlərini. Sən çox istəyirik, sənin yanındayıq. Mən istəmirəm mənim yanımda ol. Mənim yanımda olan insan belə olmur. Adamın yanında olan insan belə olmur. Başa düşdünüz? Həyat çox ədalətsizdir, ciddən. Bəzi insanlar da, mən də onu deyirəm də, insan yüzünə gülürlər, elə insanın arxasınca iş çevirirlər, heç özünü də bilmirsən. Başa düşdünüz? Bu həyatda sənin üzvə gülüb arxasınca iş çevirən insanlar var. Yəni, həqiqətən sizə Allaha tapşırıram. Allah yəni heç bir zaman heç kimin haqqını yerdə qoymaz. Yəni, mən sizə bunu deyim. Birincisi, mən sizə bir dənə söz deyim, dostlar. O iş yox idi, mən yaşamırdım. Yaşayırdım özüm üçün. Yaxşı da yaşayırdım, izləyicilərim də var idi. Mənim kütləm də var, çox şükür. Mən o takipçini elə belə yığmamışam. O izləyici. Mənim o takipçim olmasaydı, heç bir mağazin, mənim kütləm olmasaydı, heç bir mağazin, heç bir şey mənə çağırmazdı öz mağazisinə. Başa düşdünüz? Heç kim yalandan heç yerə. Ay mən sənə, heç kimə yaxşı reyting, əgər sən bir insana bu həyatda reyting verməsən, bu sosial media belədir ki, dost deyilən bir şey yoxdur burada. Sadəcə və sadəcə bir tək şey var. Bunun reytingi varsa bunu çağırırsan. Onun reytingi varsa yaxşıdır, getsin bir dənə. Yaxşı, gedin bir dənə çöldən bir dənə tutun, reytingsiz insan gətirin qoyun da ortada. Niyə qoymursunuz? Reyting varsa, sən öndə gedənsən, canımsan, cicimsən, nə bilim, ürəyimsən, ay Allah. Başa düşdünüz, elədirlər. Çünki mənim reytingim olmasaydı, mənim kütləm olmasaydı, mənim izləyicilərim olmasaydı, mən belə balaca qalmasaydı, heç kim məni saymazdı, məni dəvət eləməzdi. Gəlin düzün danışaq da, yəni düzün danışaq. Niyə oynuyorsunuz? Düzün danışın da. Mənim reytingim olmasaydı, mən heç kim dəvət eləməzdi heç yerə. Bu hamı yaxşı bilir ki, reytingə görə bizi dəvət ediblər. Cəmaət mənim dədəmin gözünə aşıq deyil, durub mənə şey eləsin, orada dəvət eləsin, gəl burada işlə. Siz özünüz də yaxşı bilirsiniz, izləyicilər, insanlar yalandan gülür, yalandan özlərini masum görsədirlər, amma o deyirlər. Vallah da o deyirlər, billah da o deyirlər. İndi mən danışıram, Sevər pis olur.
Sevər əlbəttə pis olacaq. Sevərin nəyi var? Sevərin arxasında kim var? Çıxsın danışsın sevərin tərəfini. Sonra da deyirlər ki, ay Allah, Sevər çox bilmişdi. Sevər belədir, Sevər budur. Sevər gördüklərinizi sizə deyir. Sevər niyə gördüklərini danışmamalıdır? Niyə axı? Niyə yalandan insanların üzünə gülüb arxasınca iş çevirirlər? Nəyə görə? Mən yalvarmamışam heç kimə. Mən heç kimə yalvarmamışam ki, məni işə düzəlt, məni işə götür. Yalvarmamışam da, yəni. Özləri məni dəvət ediblər, özləri mənə deyiblər, gəl işlə məndən. Özləri deyiblər də, yəni. İndi durub mənə burada masum rolu oynamayın, başa düşdünüz? Mən belə şeylə haqsızlığı götürmürəm. Götürmürəm da, yəni. Mən belə insan deyiləm. Mən ikiyüzlülük insanları sevmirəm. Mən ola bilmirəm, yəni ikiyüzlü. Mən qaldıra bilmirəm, mən həzm edə bilmirəm. Siz oynaya bilirsiniz, mən eləyə bilmirəm də, yəni. Başa düşdünüz bəziləriniz. Simsim görmürsən, heç nə olmayıb, biraz əsəbiyəm, ona görə danışıram. Nə olub ki, boş ver. Göstərdim, gəlmir. Sən istəmirsən, sadəcə havaya pul qazanmaq istəyirsən. Kim istəməz işləməsin? Mən işləyirdim də, niyə işləmirdim ki? Sən bu səbəblə mən paxıllığını çəksən. Allah haqqında heç kim paxıllığını çəkmirəm. Quran haqqı heç kim, hamı ilə mehriban idim, hamı ilə yaxşı idim. Niyə paxıllıq çəkmək? Nəyə görə? Nə səbəbə görə yəni? Mən paxıllıq çəkən insan deyiləm, başa düşdünüz? Prosto mən yəni şeydir. Mən heç kimlə işim yoxdur, başa düşdünüz? Sadəcə bəzi insanlar insana toxunur, başa düşdünüz? Sizlə olsa sizə də toxunar. Bəzi şeylər var ki, insan yəni əsəb olur da, yəni. Salam. Biz izləyirik, hər şey görürük. Siz görürsünüz, görün də uşaqlar, nə deyim mən sizə? Kim necə bilir, elə də bilsin də, heç nə demirəm. Və hər kəs, Allah hər şey görür və hər şey ən yaxşısı da Allah bilir. Başa düşdünüz, mən heç nə demirəm. Siz düşmüyorsunuz. Ne yazırsan ki mesajlar düşmür ha? Ay Seva, get işinlə məşğul ol. Bir dənə Azərbaycanda, bir dənə baxımlı, bir dənə mənəm bəyəm. Nə olub be? Özünə baxanda bəyəm pis olursan. Siz də elə mənim üstümə gəlsin. 1000 dənə TikToker özünə düşürsən. Nə yazmışdı ki? Ay Yoser, niyə aramızı vurursan yalandan? Salam Seviş. Aleyküm salam. Özüm çıxmamışam, maşallah, mən özü çıxardıblar. Durub burada yəni deməsinlər ki, Sevər özü çıxıb. Mən özüm heç yerə çıxmamışam. Yaxşı edib çıxardım. Hə, düz deyirsən, yaxşı edib.
əgər vaxtı sərf edib bizə zəng ediblərsə, o bölümdə sənətkar, mən dövlət müəllimləri sanımada həmin təşəkkürü bildirmək istəyirəm. Və dövlət müəllimdə elə bir sənətkar ki, əvəzi olmayan sənətkar elə şəxsiyyət kimi də şəxsiyyətdir, kişi kimi də kişi. Onun sonunda bir sənin gözəl bir mahnı alıb, gözünüzdə mülayim qalın. Sağ olasın. Hem de çıkardım. Rozunu veren Allah'tır. Düzene de hadi. Arkadaşlar, kiminizə çörəyinə bahis olmaq niyə pis şeylər danışırsınız ki? Elə bir ki, mən başqasıyam, sizin düşməninizəm. Yəni ki, başışmıram. Yəni, bəzi yorumları oxuyuram burada. Biri yazıb düzə elədi. Siz niyə belə bu qədər qəddarsınız? Yəni, mən başa düşə bilmirəm sizi. Siz niyə beləsiz axı? Niyə belə paxılsınız? Niyə belə kimisə işdən çıxma? Bəzilərinə deyirəm, hamıya demirəm. Kimisə işdən çıxmasına. Yəni, biz buyuq. Yəni, mən türklərə baxanda nə qədər birbirlərinin yanındadırlar, birbirlərinə nə qədər dəyər verirlər. Biz buyuq yəni. Biz buyuq. Birbirimizin sevincinə sevinc olmaqdansa birbirimizin paxıllığını çəkən, birbirimizin qabağa getməsini istəməyən insanlarıq biz. Niyə kimisə həyatını belə şeylər eləyirsiniz ki? Hər insan paxılı olmaz, başa düşdünüz? Hər bir insan kimisə xoşbəxtçiliyini istəyirsə, Allah onu həqiqətən də sevindirəcək. Gençlik sevindirəcək. Əgər yəni sizin qəlbiniz o qədər tanımırsınız da məni. Vallahi tanımırsınız da. Bir dənə TikTokda görmüsünüz də. Bilmirsiniz mənim həyatım nədir, nə deyil. İnsan paxıl olmaz, insan kinli olmaz, insan bir-birimizin yanında olmalıdır. Ay Allah, mən belə bilmirəm. Allah haqqı, mən tanıya bilmirəm. Ciddən mən tanıya bilmirəm öz izləyicilərimi. Elgizdən tanıyırıq. Ay insanlar, mənim Elgizin verilişində, Elgiz mənim 18 yaşım var idi mən ora girəndə. Və heç nə bilmirdim mən. Mən indi yəni bilirəm reyting nədir, reytingə görə nələr eləyirlər, nə bilim. Başa düşdü, cəmaətin həyatı reyting olub bu həyatda. Bu TikTokda dostlar yoxdur, deyim biləsiniz. Paxıl olmayın yəni. Paxıllıqla heç nə qazana bilməzsiniz onsuz. Bu qədər yəni içi qurtda olmayın. Mən də sizlər kimi bir dənə insanam. Sən mənim yerimdə sən olsan, mən əgər izləyici kimi gəlsəm, and olsun Allaha, nə olursa olsun, mən sənə heç vaxt pis yorum bildirmərəm. Mən elə bir dönəmdəyəm indi. Siz mənim yanımda olmaqdansa, mən işdən çıxmışam, heç yerdə işləmirəm. Bu TikTokda yoxdur deyirəm. İşləmirəm, eləmirəm. Siz mənim yanımda olmaqdan, siz mənim üstümə gəlirsiniz ki, Sevər, nə bilim, belə yaxşı elədilər, pis, nə bilim. İnsan yəni, çox da yəni sizin yaxınınız deyiləm. Çox da yəni, nə də olsa mən Azərbaycan qızıyam. Azərbaycanlıyam da yəni. İnsan üstünə gəlməz. Mən sizə pisliyim dəyməyim. İnsan bir insanı realda tanıyar, sonra qərar verər. Özünə düzələcək.
Çox sağ olun, Lauracığım. Mən özümü nə tutmuşam, Sən nə danışırsan? Nə qazandım, bura verdim, də evimin kirasına verdim. 200 manat, nə bilim, xarab oldu, bu evi düzəltdim. Sonra 500 manat evə aylıq kiraya qalıram. İşləyirdim, deyə bu evə verirdim. Siz özünüz də bilirsiniz ki, burada kimi yerdə yaşamaq nə qədər çətindir. Borclarım vardı, onları verdim. Çox şükür borclarımı verdim. Hə, bəs, tamam. Elə bilirsə, tam, indi and olsun alıram, mən bilmirəm, gələn ayda mən eləyəcəm, nə bildin. Hər şu anda iş axtarıram, o da iş tapa bilmirəm. Nə vaxt tapacam, onu da bilmirəm. Yo, İlyasın yanında balaca olan var da, mən də orada yox ama. Bəs indi necə verəcəksən, bilmirəm. Mənim evim yoxdur ayağım. Selamlar. Neyse, yetmedim. Niye çıktı? Özden çıkardım, ben çıkmamışım içeride. Ne olub sana? Efekti çıxalaydınız, bana da. Memur oxuşam biraz. Efekt değil, rapto. Çıxart da deyirəm. Sana var ha? Elə pis görürsən. Yox, tanımırdı, ne olan oldu? Qol mən pis görsən, sən qəşən görsən. Neyliyim? Ne varsın sən? Da bir tanesini götürün kartı. Qabı vardı, orada bir üstün qabı, götür onun içine de. Şurada diye. Bir var olar. Sana. Şu ayıqları beğenir. Sen gələsin bir. Neyse, ne bileyim ne bakacağız. Yeni sorular versen ki. Bilim de, sen o benim maraqlısı oluyor. Severmen oynuyorsun da maraklı olsun. Sen ne iş yapıyorsun? Evdəyəm, neyləyəcəm? Yani saç bağlarsın. Dağıtım tarzı onları ya. Az bu şeyi çıkart da, efekti. Biraz çıkart onu. Biraz çıkart bakalım. Sən mənim effektimlə nə işin var, Biraz çıkart diyeceğim, söz diyeceğim. Dəli deyə Allahdır, bu oğlan da baş çatmır, Bak ben başlasın, biraz atmıyorum başım. Bir daha efekti çıkart bakalım. Çıxartmıram effekti. Birincisi bu effekt değil, bu renkdir. Hadi rengi olsun, ne farkı var ki? Axırı ki efekti. Ayda bir mali. Çıxart oyunu, niyə? Böyle hamleye çıkart. Tıklayın dostlar. Nermin. Ne? Bir yana gül atmış olur. Az bir yere üzüm bulanık görüşür. Of. Ala. Çıxart. Aa, istikrar sözü yazmışsam. Çıxarmamsan. İzzət, mən dəli eləmə dedim. Qarışma mənim effektimə. Çıxart. Çıxartmıram. Ben SMS'in bir yer daldan çıxarlar. Deyirəm çıxart deyib peki bir pissin. Elə bir sevgilim zadımdır mənə burada zakon qoyur. Nə olub Rollu ola. Ağalar ben şuna çığırmayı. Qıraram sən üstü var. Niyə qışqırmıram? Şuna. Ağıllı ola, başın getməsin. Döyərəm səni. Sen başını sündür o sen mevcumi. Dəqiq. Ha 100%. Ben başını sündür. Mənə güvənə bax, ay Allah, sən qurban olum. Mənə gör kim görür. Kim görürsən? Sən mənə deyə bilərsən?
Ben burada fağır gəzirəm deyən elə sən ki fağır ha. Uşaqlar mənim qaşlarımı şey düzəldim, rofana düzəldim. Niyə paxıl olum ki qızlar? Burada yazdılar İzzət sevər. Yazmasınlar elə. Elə bir şey Yaz. yoxdur. Elə şey yoxdur, elə şey yazmıyor uşaqlar. Sən ürəyindən yaza bilər, problem yox. Mənim ürəyimdən deyil, qələt edirsən sən. Mənim ürəyimdən olur. Az qalır sən o Qələtı xələt edib geyindirərəm sənə sevgilimin toyunda. Okay? yəni söz deyəcəm, indi xəçinə deyəcək. Ona görə cimrindən sakit dururum. Nə deyəcəksən? Deyələ. Elə söz deyərəm, xəçinə deyər. Nə deyəcəksən? Deyələ. Deyərəm də, deyərəm, xəçinə deyər. Narahat olma, hamı olsun xətrimə dəyir. Sən də de tam olsun. Dəyməsən, sözüm mənim xətrimə dəyməz. Mən hamı ilə biliyorum axı. Hamı mənə yerim olamaz, hamı xəçinə deyir, mən istimə xəçinə deymirəm axı. Sən hamı ilə bir deysən. Yo, hamı sənə xəçinə deyir, amma mən heç xəçinə deymirəm. Hə, tamam. İndi bildin? Bildim. Şükür ki bildim də, yəni mən istimə xəçinə deymirəm. Hə, tərsin gəlmişəm qızlar. Böyle kəs edirsən? Bir də burada gəlirəm insan. Aşı bir geçsə mən nə edirəm? Hara getdin hə? Sən getdin mən nə etdim? Zaten kimi cəzalar eləyək. Nə? Mən cəzalar eləyək özümüz üçün. Bir dənə çay töküm də özümüz susadım ayısa. Kronometrə də gəldi. Çay töküm gəlirəm. Cəza eləyirsən İzzət. Oyunu başlat. Cəza gəlir. Ay İzzət, cəza eləyirsən cəza. Mən səndən cəzalı oynamıram, səndən qorxuram. Nə? Səndən qorxuram, mən cəzalı oynamıram. Məndən qorxursan? Hə. Məndən ne qorxsan, o zər dəstək olar, xəstəmə heç məşqə olmur. Baxma, bu izləyicim var. Onlar hədiyyə atırlar. Az nə varsan orada? Çay tökdüm, sən içinə töküm çay. Tök gəlirəm mən. Hara gəlsən, ağıllı ol, başın qaçmasın. Gəlirəm zat nədir? Hə, kökəl, bəlləsə içəcəm, yaxşı sən köksüsən sən. Və zarafat elədim də, mən elə belə Mən də zarafat edirəm də. Sən də elə bir dünəndən razısan ha gəlməyə. Acıqlı, mən nə işim var orada? Hə, Çörək ağırlıdır, mənlə normal danış, aqresiv danışma. Sənlə normaldir danışım. Aqresiv danışma, hə. Danışanda nə edim? Mən xasiyyətim belədir da İzzət, neyək? Çox böyük yaparma, olar. Özümü çox böyük aparıram. Hə, Yaxşı, üzr istəyirəm. Necə aparım mən özümü? sadə. Sadə bilsənə deməkdir. Ya bilmirəm, necə olur sadə? Sadə bilmirsən, hə? Mən sadə deyiləm bəyəm. Yox, sən çox aqresivsən. Mən zarafat edirəm səndən xəstə. Çox Salam. böyük yaparsan. Mən qələt eləyərəm özümü böyük aparam. Nə Deyirəm ki, eləyəm? yaparsan. Aparmıram özümü eləməm. Sən elə gəl. Tək mənə, hamı elə eləsin sən. Ya bu sever İzzət nəyə yazıb bura yalandan? Dinməyəm deyini, ürəyim partlayır, axırı dinməliyəm. Niyə oxudun ki yəni? Niyə oxudun? Mən heç bilmirdim. Bilən sən demədin ki, burada çat dağılır. Nə dedim? Nə? Mən elə belə oxumuşdum. Sən niyə oxudun? Ya elə bilmədim də, ona görə deyirəm. Niyə? Hayır, sən niyə belə qaşqa bağlısan? Soruşmaq ayıb olmaz. Aslında qaş qabağım, nə qardır? Mənə deyirsən ki, çox aqresiv. Kimsə, çox sağ ol. Allah cibrini dolar etsin. Mənə deyirsən ki, sən çox aqresivsən. Belə baxanda bayaqdan mənim üzüm yəni yaxşıdır da. Amma sən aqresiv mənə qarşı elə bir Sən. belə yaparsan özünü. Niyə belə aqresivsən? Mən aqresiv deyirəm, yox. Estağfurullah.
Yaxşı oğlansan ha, sən necə? Yaxşı oğlanam. Yaxşı oğlan deyirsən, şübhən var özündən. Sağ ol. Allahdır. İstəsə Allah məni qaldırar da, məni düşürdər də. Hər şey onun əlindədir. Hər şey eləyən Allahdır. Mən Allaha güvənirəm. Mən böyük kimə şükür eləyirəm. Cidden deyirəm, mən böyük kimi çox şükür eləyirəm. Yəni, çox şükür Allahın böyüklüyünə. Ona görə mən heç bir zaman demərəm ki, mən filan yerdə yaşamaram, mən filan yerdə qalmaram, mən bu həyatı... Mən heç vaxt o sözü demərəm. Çünki mən bilirəm ki, demərəm dediyin yerdə səni yaşadar. Elə yaşadar ki, səni elə öyrəşərsən ki, ora. Özünlə bilməzsən deyir, bu nədir? Bu sözü mən deyirdim. Ona görə də heç vaxt yekə danışmaq olmaz. Hər şeydən böyük Allahdır. Allaha sığınırım. Mənim yanımda təkcə Allah var. Cidden deyirəm. Məni qoruyacaq, mənim yanımda olacaq. Mənə yəni Allahdır da yəni. Hər zaman mənim yanımda olub. Allah hər kəsin yanımdadır. Təkcə mənim yanımda deyil. Allah eyiblərimizi örtən, Allah bizim günahlarımızı bağışlayan, Allah çox böyükdür. Bəndəyə inansan, bax, burada deyiblər, bəndəyə inansan, yolda qalarsan, Allaha inansan, səni Allah ucaldar. Burada deyiblər uşaqlar. Ona görə bəndəyə inanmıram. Vallahi deyirəm, inanmayın dostlar. Nə olursa olsun, Allaha sığının. Hansısa bir işə düzəlirsiniz, hansısa bir pul qazanırsınız, belə yenə də Allaha şükür edin. Yenə də Allaha şükür edin. Deyin ki, ay Allah çox şükür, sən mənə bütün kimi yaşatdın. Üzülmə sevər. İlyasın yanından çıxmamışam dostlar. Özləri məni çıxardıblar. Ürəyin təmiz tut. Allah'a sağ baş üstə. Kiprik qoymuşam da gözlərim belədir. Niyə? Sevər can. Mən özüm işləməmişəm. Mən Allahdanam uşaqlar. Mənim bir nəfər mənə iş versin, mən işləyim. Mənə özləri çıxardılar, çağırmışdılar. İlyasın yanında, İlyas mənim yanında işləmək düzgün olmaz. Çünki orada real var. Mən orada yəni istəmirəm, həqiqətən ciddən. Düzdür, mən real çox yaxşı uşaqdır. Allah onun ruhsunu versin, çox safdır. O mənim kimi deyil də. Yəni mən məsəl üçün özüm təkəcə hər yerə gedə bilərəm. Amma real elədir ki, realı biraz mənə elə böyütməyiblər, amma real çox belə şey böyüdüblər də. Yəni çox kimsə onu aparmalıdır, gəzdirməlidir. Yəni real həqiqətən çox yaxşı uşaqdır. Balacalardan yəni ən çox istədiyim deyə bilərəm ki, realdır. Çox istəyirəm onu ciddən. Çünki o çox safdır. Çünki o heç nə bilmir. Həqiqətən. Allah realın ruzisini versin. Həqiqətən real çox yaxşı uşaqdır. Hər şey yaxşı. Çox sağ olun. Belə. Biz yenə də nəsə eləyib yaşaya bilərik. Amma real elə deyil. Sən onunla küsmüsən? Yox. Mənim heç kimlə işim yoxdur dostlar. Düzdür, əsəbləşirəm, bəzən nəsə deyirəm. Amma mənim ürəyimdə heç nə yoxdur, baxmayın dilimə. Ekspertdə işləmirəm, yox. Birdən çıxmışam, yox. Yox, heç də getməyəcəm. Mən heç yerə getmirəm şu anlar. Mama dedi, evdən çıxma, heç yerə getməyəcəm. Ləmanla bir işim yoxdur uşaqlar. Ləman mənim necə deyim, mağazin, necə deyirlər orada, iş yoldaşım idi. Ləmanla heç bir problemim yoxdur. Ləmanla onun evinə getmişəm, Ləmanın evinə gedirdim, gəlirdim. Düzdür, biraz küsmüşəm. Biraz Ləmanla küsmüşəm, amma Ləmanla heç bir problemim yoxdur. Yəni, Ləmanla durum gəldi, Ləman şeydir.
Ləman yaxşı qızdır cidden. Yəni Ləman mənə pisliyi dəyməyib. Mənim ona görə heç kimlə bir işim də yoxdur. Ləmanla da bir işim yoxdur. Belə. Niyə küstünüz bilmirəm, biraz. Mənim heç kimlə işim yoxdur şu an. Mənim nə işim var ki? Ləman mənə bir pisliyi yoxdur. Ləman evinə getdim, Ləman gildə qaldım. Ləman o qədər çox sevdim. Ləmanla video çəkdik, Ləmanla gəzdik. Yəni çox yaxşı vaxt. Mən yəni bir ay yəni onunla yaxşı vaxt keçirdik yəni. Həqiqətən deyirəm. Ləman əsəbi qızdır, amma ürəyində heç nə yoxdur cidden. Nə işim var mənim Ləmanla? Allah Ləmanın uşağı var. Qızı var da, o da atasızdır onun qızı. Ona görə Allah o qədər Ləman üçün yetirsin. Həmişə öz uşağının yanında olsun, öz uşağını saxlasın, öz uşağına dayaq olsun. Həqiqətən də atasız uşağı böyütmək çox çətin bir şeydir. Çünki mən də atasız böyümüşəm, mən onu bilirəm, onun necə çətin bir şey olduğunu. Ona görə Allah həmişə onun ruzusunu versin, Allah hər kəsin kömək olsun. Mənim heç bir işim yoxdur, yəni. Sadəcə özüm üçün uzaqlaşmışam. Mən uzaqlaşmışam, yəni mən sakit həyat özüm üçün seçdim. Dalınca danışırsan, danışa bilər. Danışsın da, mən heç kimə işim. Kim mənim dalınca danışır, kim mənə nə deyir desin. Mənim heç kimlə işim yoxdur. Mən qalmaqal yaratmaq istəmirəm. Mən yəni olanı deyirəm. Mənə qarşı olan sözləri deyirəm. Mənə burada pisliyi dəyməyib. Durub mən yalandan canlı açıb deyim ki, ay nə bilim mənə pislik elədi, bunu elədi, onu elədi. Mənə düşməz bu. Mənə düşməz yalandan durub cəmaatı burada pisləməyim. Danışmır. Səsin qəşən çox sağ olun. Görə mən heç kimin haqqında danışmaq istəmirəm. Mən sizə gördüklərimizi deyirəm sadəcə. Ara vurur, danışıb eləmir etmə. Hə, bildim Kamilim. Salam. Bilmirəm aşağı kipriyin pis gündədir. Nasıl gedib gərək qopardım onu. Mənə bir dənə kiprik qoyublar. Mən bir də kiprik qoymaram. Deyirəm qoymaram, sonra gedirəm qoyuram. Mənə əməli başda kiprik də qoya bilmirlər. Allah haqqı fikir versin. Dərdim, sizin də dərdiniz mənim kipriyim olub. O qədər dərdim var, bu kipriyi heç yəni şey eləmək istəmirəm. Bu yaraşmır. Hə, mənə yaraşmır. Mənə çox abartılı makyajlar zaten yaraşmır uşaqlar. Görmez miyim? Merhaba. Merhabalar Sever, nasıl kardeşim? İyiyim, teşekkür ederim. Siz nasılsınız? Efendim siz niye bunu çekmişsiniz kabağa? Biraz uzaklaştırın ekranı. Abi ben böyle seviyorum. Çok girmiş de telefonu içine Hayır, gel. kamerayla alakalı. Seyirci problemi yaşıyor musunuz seyirciler? Semih Gezer hoş geldin, kurban olurum. Sağ ol. Problem yaşamıyor onlar ya. Onlar problem yaşamıyorsa bende de sıkıntı yok. Ne danışır? Taksici Ahmet hoş geldin. Selamlar. Yok demiş. Ahmet abi ne Eyvallah. danışırsan? Ha? Ne danışırsan? Ne yaparım? Ne danışırsan? Hiçbir şey anlamadım valla. Deyirəm ki ne danışırsan da? İyiyim, sen nasılsın gibi bir şey mi? Sen Türkçe bilmiyor musun? Azerbaycanca bilmiyor musun? Anlamıyorum. Ne danışırsın? Yani ne yapıyorsun demek mi? Ne konuşuyorsun demek istiyorum. Arkadaşlarımla konuşuyorum. Nerede? Burada chatte işte.